Abdullah ibn Məsud radiyallahu anhu səhabələrin ən məşhurlarından idi, alimlərindən idi. İslamda fəzilət sahibi idi, İslamı ilk qəbul edənlərdən biri idi. Peyğəmbərə peyğəmbərlik verilən ərəfədə ilk İslamı qəbul edənlərdən biridir. Bəziləri deyir ki, 6-cısıdır. Peyğəmbər sallallahu aleyhi və səlləm bir gün onu bir iş günü göndərir. Necə ki, Əli ibn Əbi Talib deyir. Deyir, Peyğəmbər sallallahu aleyhi və səlləm əmr etdi Abdullah ibn Məsuda ağaca çıxsın, onun bəhrəsindən nəsə gətirsin. Və İmam Əhmədin rəvayətinə gəlir ki, əmr edir ki, misvak ağacının çubuğunu gətirsin. Və deyir ki, Əli ibn Əbi Talib, Peyğəmbər sallallahu aleyhi və səlləmin əshabı baxdılar onun ayağına və ayaqları nazi idi. Onun naziliyindən güldülər. Və Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, mə tətəkum, niyə gülürsünüz? İnkar etdi əshabına, onların Abdullah ibn Məsuda gülməsini. Sonra dedi ki, Ləriclu Abdullah əthqalu fil mizani yevməl qiyaməti min Uhud. Abdullah'ın ayaqları qiyamət günü tərəzidə Uhuddan daha ağırdı. Bu Abdullah ibn Məsudun fəzilətidir. İslamda olan dəyəridir. Nəyə görə? İmanına görə. Qəlbində olana görə. Ona görə də ibrət heç də bədənin qüvvətində deyil. İbrət cəsədin böyüklüyündə deyil. Nəsəbin olmağında deyil. İbrət dəyər insan üçün Allah qatında insanın dininə görədir. Əməlinə görədir. Başqalarına verdiyi faydaya görədir. Əbu Umamə radiyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, İnnallaha la yanzuru ilə suvarikum və əmvalikum və lakin yanzuru ilə qulubikum və əməlukum. Həqiqətən Allah Taala sizin şəkillərinizə, yəni cəsədlərinizin formasına baxmır, mallarınıza baxmır, lakin baxır qəlblərinizə və əməllərinizə. Allah Taala bizim qəlblərimizi islah etsin, cəsədlərimizdən əvvəl əməllərimizi islah etsin. Allah Taala ölkəmizi, digər müsəlman ölkələrini xətadan, bəladan qorusun. Allah Taala bizi eşidib faydalardan etsin. Əqulu mə təsməun və əstəğfirullaha li və ləkum və li sairil musliminə min kulli dəm fəstəğfiruhu innəhu vəl-ğafurur rahim.